Dayanma durmanı qadağan edən nişan olsa da ərazidə avtomobillər saxlayır. Görüntülər paytaxtın Nizami rayonu Yavər Səfərov küçəsində yerləşən Nizami Tibb Mərkəzinin yaxınlığındakı ərazidəndir. Sakinlər deyir ki, tibb məntəqəsinə gələn sürücülər avtomobili saxlamaq üçün yer tapa bilmirlər. Buna görə də məcbur olub maşınları yolun kənarında park edirlər. Nəticədə həm cərimə olunurlar, həm də ərazidə sıxlıq yaranır. Cəmaət balisiyə gəlir, xəstəsinin yanına gəlir, xəstə gətirir. Harada saxlamalıdır maşını? Bir stayanka yoxdur, bir dayanma durma yeri yoxdur. Bu dar küçədə bunun znakı kim qoyub, nətər qoyublar bunu xahiş edirəm yolcu nəqliyyatdan bir tədbir görsünlər. Cəmaət gəlir burada saxlayır, saxlayanda gedir xəstəsini aparır, ora aparır. Çıxanda görür ki, maşına cərimə gəlibdir. Ya bu maşını burada saxlamasın, ya da ki, maşını saxlamağa yer versinlər bunlara. Belə də olmaz axı, cəmaət inciyir, xəstə gətirir. Bilmir xəstəsinin qayğısına qalsın, bilmir ki, cəriməsini versin. Vətəndaşların şikayəti ilə bağlı aynadan bildirildi ki, Yavər Səfərov küçəsində yolun eni 6-7 metr aralığında dəyişir. Yolda qarşılıqlı hərəkətin rahatlığını təmin etmək və sıxlığın qarşısını almaq üçün yolun bir istiqamətində dayanma və durmanı qadağan edən nişan quraşdırılıb. Bu nişan avtomobillərin hər iki istiqamətdə sərbəst hərəkətini təmin edir və xüsusilə Nizami Tibb Mərkəzinə gedən yolu açıq saxlayır. Sözgedən yol nişanının ləğv edilməsi, avtomobillərin yolun hər iki tərəfində parklanması, yolun eninin daralması, qarşılıqlı hərəkətin çətinləşməsi ilə nəticələnəcək. Yolda sıxlıq yaranacağı təqdirdə isə xüsusilə təcili tibbi yardım xidmətinin fəaliyyətinə maneə yaranacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə Xəzər xəbəri açıqlamasında bildirdi ki, yol polisi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanuna müvafiq tədbirlər görülür. Aynurə Xudaverdiyeva, Vüsal Cəfərov, Xəzər xəbər.